Prezident İlham Əliyev peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir, əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıran, yüksək keyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasına mühüm töhfə verir. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə qəbul edilmiş bir sıra sənədlərdə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında öz əksini tapıb. Ölkənin dinamik inkişafı və əmək bazarının dəyişən tələbləri əmək bazarında rəqabət qabiliyyətli ixtisaslı kadr potensialına tələbat artırmaqla yanaşı, bu tələbatın ödənilməsinə imkan verən müasir standartlara uyğun infrastruktura və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinin yaradılmasını zəruri edir. Müasir standartlara uyğun infrastruktura və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinin yaradılması, peşə təhsilli şəxslərin əmək bazarında xüsusi çəkisini artırmaqla müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq peşə təhsili sisteminin potensialının gücləndirilməsi məqsədi ilə qərar alıram. 1. 2026-2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmir işlərinin aparılması təmin edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2.1. Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair tədbirlər planını 4 ay müddətinə təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 2.2. Bu sərəncamla irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu sərəncamın birinci hissəsində tikintisi və əsaslı təmiri nəzərdə tutulmuş peşə təhsili müəssisələrinin siyahısını təsdiq etsin və bu məqsədlə tələb olunan maliyyə vəsaitinin illər üzrə bölgüsünü hazırlayıb, bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Neft Fonduna təqdim etsin. 4. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu sərəncamın birinci hissəsində göstərilmiş tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaitini fondun hər il üçün tərtib edilən büdcəsində nəzərdə tutsun.